Kızlar, C vitamini yemək üçün, içmək üçün deyil, üzə tətbiq etmək üçündür. İstədim, əslində mən bunu gündüz vaxtı istifadə etmirəm. Axşamlar istifadə edirəm. Çünki bunun üstündən əgər ki gündüz istifadə olunursa, mütləq SPF olmalıdır. Ən azından SPF 50 olmalıdır. Baxın, belə balıq formasında kapsulalardır. Mən retinol istifadə edirdim, amma C vitamini yox. Uca başlamışam C vitamininə. Mən dərimdə nəyinsə baş verməsini, belə edim ki, siz də görəsiniz, gözləmirəm. Mən hər zaman qarşısını alıram. Baxın, bir doza C vitamini tərkibində E vitamini də var. İndi sizinlə çəkiliş etmək üçün, sizə göstərmək üçün mən gündüz tətbiq edirəm. Axşam tətbiq etməyi daha çox istəyirəm ki, gün şüaları olmasın ki, mən üstündən də SPF vurmayım. Çünki istəyirəm C vitamini tək olsun dərimdə. Və onu deyim ki, mütləq və mütləq çalışın üzünüz tərtəmiz gellə yuyulsun və gellə yuyulduqdan sonra dəriniz qupquru olmalıdır. Heç bir vasitə olmamalıdır dərinizdə. Toniklə təmizləmək olar. Mən toniklə də silirəm, gözləyirəm qurusun. Qupquru olduqdan sonra C vitamini çalışmağa başlayır dəridə. Və belə tətbiq edirəm, sonra mən onu necə elədiyimi göstərəcəm. İlk dəfə istifadə edənlər, mən artıq dərim illərdir turşulara alışıbdır, ona görə məndə cicişmə falan belə şeylər olmur. İlk dəfə yüngül qızartı, cicişmə olması, çünki bu turşudur, ola bilər. Yəni askarbin turşusudur. Bunlar olur. Amma sonra zamanla dərini alışdırandan sonra keçib gedir. Biraz uzaqlaşdırım. Baxın belə. Hətta çox olanda mən hiss edirəm də dərim üzüm üçün çoxdur. Boyun və dekoltedə edirəm. Gündüz vaxtı gün şüaları C vitamini üstünə dərinizə düşərək üzünüzdə ləkələnmələri gətirə bilər özünü. Yaxşı riayət edəcəksinizsə, üstündən SPF vuracaqsınızsa, gündüz vura bilərsiniz. Yox, əgər ki buna riayət etməyəcəksə, unudarsınız, sonra ləkələriniz çoxalar, pis olar, çünki turşudur, bu günəşlə təmasda olmamalıdır. Ona görə mən çox xanımlara illərdir tövsiyə edirəm C vitaminini, retinolu, müəyyən turşuları axşam rulovunda istifadə edəsiniz, günəşdən uzaq. Davam edək, SPF-də istifadə edək. SPF-i də eyni. Üstündən tətbiq edirsiniz. Bu gününüzə aiddir. Gecə SPF vurmaq lazım deyil. Gecə tətbiq edəndə dediyim kimi çalışın üzünüz qupquru olsun. Yəni yuduqdan sonra dəri mütləq qupquru olmalıdır. C vitamini dəriyə önəmini mütləq araşdırın, Google edin, oxuyun. Görün nə qədər dəriyə önəmi vardır. Əlbəttə ki, daxildən də, xaricdən də kompleks şəkildə qorumaq lazımdır. Yəni, az da olsa, bax görürsünüz, belə istifadə edirəm göz ətrafıma. Göz kremimi vurmuşdum öncədən. Baxın dəridəki gözəl. Buradan ümumiyyətcə telefondan çox şey çatdırmaq olmur. Çünki evin işığı ilə bağlı tam da belə canlı çatdırmaq olmur. Amma baxın buradakı, görürsünüz mənim anlamda da demək olar ki, gözlə görünməyəcək qədər miyal ki, yəni qırış ola bilər, o da heç görünmür. Göz ətrafında hər zaman sizinlə paylaşıram. Yəni mənə bu brend illərdir mən istifadə edirəm. Heç bir problemim olmadan dərimdə mən başlamışam. Heç bir problemim. Ona görə də dərimin keyfiyyətini qoruyub saxlamışam və dərimdəki yaşımla bağlı olan problemləri yaşamamışam. Və həqiqətən də günəşə qarşı həssas olan insanlar ümumiyyətlə günəşdə çox olmayın. Yəni yetəri qədər olun gündüz vaxtlarda. Çünki qocalmanı həqiqətən də o şüadır da, yəni ultrabənövşəyi şüadır və qocalmanı tezləşdirir. Ona görə də çalışın C vitamini istifadə edəndə SPF-də istifadə edin. SPF 50 olsa daha yaxşı olar və keyfiyyətlisin qızlar. Ucuz almaqdandırsa ümumiyyətlə özünüzə heç nə istifadə etməyin ondan yaxşıdır.
Amma öz idmanları edin və kompleks şəkildə özünüzə qulluq edin. Amma ucuz heç nə almayın, bilinməyən, mənşəyi bilinməyən heç nəyi almayın. Mən illərdir birbaşa şirkətdən alıram, birbaşa oxuyuram, görürəm, haqqında bütün məlumatlar mənim əlimin altındadır. Patentli, lisenziyalı məhsullardan istifadə edirəm illərdir. Ona görə də mən nəticə alıram və araşdırmalardan sonra hər şey edirəm. Məsələn, bunu alan kimi üzümə tətbiq etməmişəm. Həm şirkətin araşdırmasını etmişəm, həm əlavə savadlı yerlərdən məqalələr oxuyaraq mən bunu edirəm. Və ona görə də mən heç bir problem yaşamıram. Mən hər zaman nəticə görürəm istifadə etdiyim məhsullardan. Ona görə də savadlı tövsiyəcilərlə işləməyinizi, nəsə bir şey edəcəksinizsə, savadlı, bilgili, öz üzərində sınayıb nəticə görən tövsiyəcilərlə almağınızı məsləhət görürəm. Belə özünüz də görürsünüz. Həqiqətən də C vitamini çox gözəldir. İndi mən bunu rahatçılıqla günəşə də çıxa bilərəm. Çünki SPF 50 ən yaxşısını istifadə etmişəm. Bu məni çox yaxşı qoruyur və bu sınaqlardan da keçirib, necə ultrabənövşəyi şüaları keçirtmir.